Yerivi dəyişmə, özünü dəyiş. Bunu deyərəm. Özünü dəyiş, ətrafındakı dünya dəyişəcək. Yerivi dəyişməklə özündən qaçmağa çalışırsan. Hara getsən, sənin taleyin səndən gələcək. Ən əsas dəyişiklik sənin içindəki dəyişikliklərdir. Onlar dəyişəndə sənin çölündə də dəyişəcək. Ümumiyyətlə, bu ruhaniyyat nə formulu verir şərq fəlsəfəsi? Deyir ki, oturduğun yerdə belə artıq təmiz düşüncələrə yönəlməklə, təmiz sözlərə yönəlməklə, təmiz əməllərə yönəlməklə, Zərdüştün sözünü deyirəm. Sən artıq özünü dəyişirsən, özünü dəyişdikcə də dünyanı dəyişirsən. O Arximed deyirdi ki, mənə istinad nöqtəsi verin, yer kürəsini yerindən tərpədim. O istinad nöqtəsini şərq deyir ki, sənin ürəyindir. Sən özünü dəyişdirmək dolayısıyla tarixə belə təsir edə bilərsən. Ona görə özünü aciz sayma, ora-bura tüynəyib qaçma dünya boyunca. Sən Phileas Fogg'la paspartu deyilsən. Sən özünü dəyişə bilsən, dünyanı da dəyişəcəksən, ailəvi də dəyişəcəksən. Sənin ən böyük işin odur.